Bu bərnamədə yenə İsa Məsihin etdiyi başqa bir iddiaya baxacağıq. Biz bu iddianı Vəhy kitabının 1-ci fəslində görürük. Burada İsa'nın iddialarından bir neçəsinə baxmışdıq. Dünyanın nuru mənəm, həyatın çörəyi mənəm, qapı mənəm, yaxşı çoban mənəm, qiyamət və həyat mənəm, yol və həqiqət mənəm, həqiqi üzüm ağacı mənəm. Əgər bu bərnamələri görmədiniz, onlar bizim internet sitemizdə əkilib orada baxa bilərsiniz. Həm də bunlar YouTube'da da əkilib. Orada da baxa bilərsiniz. İsa'nın Vəhy kitabında etdiyi iddia, onun bütün iddialarını bir-birinə bağlayır. Bu söz kitabın 1-ci fəsil 8-ci ayəsində gəlib. Qoyun, bu ayədən fəsilin axırınacaq sizə oxuyum. İsa belə buyurur. Mən əlif və ya, var olan, var olmuş və gələcək olan o qadiri mütləq. Mən Yuhanna qardaşınız və İsa'da olan sıxıntıya, mələkuta və səbrə sizinlə bərabər şərik olan, Tanrının kəlamı və İsa'nın şəhadəti üçün Patmos deyilən cəzirədə idim. Rəbbin günündə ruhda idim və arxamda şeypur səsinə oxşar böyük bir səs eşitdim ki deyir, gördüyünü bu kitaba yaz və 7 kilisaya göndər. Efesosa, Esmirnaya, Pergamoma, Tiratiraya, Sardisə, Filadelfiyaya və Laodikiyaya. O zaman döndüm ki, mənimlə danışan səsi görüm. Döndükdə 7 qızıl çıraqdan gördüm və çıraqdanların arasında insan oğluna bənzəyən birisini gördüm ki, ayaqlarınacaq yetişən uzun bir şinel geymiş. Sinəsinə də qızıl qurşaq taxmışdı. Onun başı və saçları yun və qar kimi ağ idi. Gözləri də birod alovsu kimi idi. Ayaqları kürədə yanan parlaq bürünc kimi idi. Səsi də bir çox suların gürültüsünə bənzəyirdi. Sağ əlində 7 ulduz saxlamışdı. Ağzından da 2 ağızlı bir iti qılınc çıxırdı. Üzü bütün qüdrətində parlayan gün kimi idi. Onu gördükdə ölü kimi ayaqlarına düşdüm və o sağ əlini mənim üstümə qoyub dedi, qorxma, mənəm birinci və axırıncı olan, həmişə diri olan, ölmüşdüm və bax, həmişəlik diriyəm və ölüm və ölülər diyarının açarları məndədir. Buna görə gördüklərini, indi olan şeyləri və bunlardan sonra baş verəcək şeyləri yaz. Sağ əlimdə gördüyün 7 ulduz və 7 qızıl çıraqdanın sirri barədə 7 ulduz 7 kilisaların mələkləridir. 7 çıraqdan da 7 kilisalardır. Əlif və ya mənəm. Və Yuhanna 17-ci ayədə belə yazır. Onu gördükdə ölü kimi ayaqlarına düşdüm. Və o sağ əlini mənim üstümə qoyub dedi, qorxma, mənəm birinci və axırıncı olan. Bunu sizə xatırladım ki, kitabın əsl dili Yunancada əlif, alfa gəlib, ya da omega. Alfa və omega Yunanca əlifbasının birinci və axırıncı hərfidir. Onun üçün də Azəri tərcüməmizdə əlif və ya gəlib ki, İran-Azərbaycanı dilinin əlifbasında birinci və
axırıncı hərfdir. İndi görün 18-ci ayə nə deyir? Həmişə diri olan, ölmüşdüm və bax, həmişəlik diriyəm və ölüm və ölülər diyarının açarları məndədir. Bu kimdir ki, həmişə diriymiş, ölmüş və dirilmiş və həmişəlikdə diridir? Əlbəttə ki, bizim Rəbbimiz İsa Məsih. Odur ki, həm birincidir, həm də axırıncı. Kitabın 21-ci fəsilinə də əgər baxsaq, orada bunu görəcəyik. Tamam oldu, əlif və ya, başlanış və axır mənəm. Və 22-ci fəsildə mən əlif və ya, əvvəlinci və axırıncı, başlanış və axıram. Əgər İsa'nın bu iddiasını ki, Vəhy kitabının 3 yerində gəlib bir-birinin yanına qoysaq, çox aydın bir təsvirimiz olacaq. Burada İsa 3 mətləb deyir. Əlif və ya mənəm, başlanış və axır mənəm, birinci və axırıncı mənəm. Bəzi zamanlar adamlardan eşidirik ki, bir mövzuda özlərinin nə qədər məharətli olduqlarını göstərmək üçün belə bir şey deyirlər. Ədə, mən bunun kitabını yazmışam. Əlbəttə ki, bunlar bu sözü metafor bir şəkildə deyirlər və məqsədləri budur ki, bu mövzunu başdan başa kamil bir şəkildə bilirlər. Burada İsa da belə bir sözü bəyan edir. Qoyun mətləbin izahında biz əvvəl İsa'nın bu mənəm sözünə baxaq ki, bütün iddialarında görürük. İsa bu mənəm sözündən hamısında istifadə edir. Bu mənəm sözünü başa düşmək üçün biraz gərək müqəddəs kitaba baxaq. Əvvəl Yuhannanın rəvayət etdiyi İncilinin 6-cı fəsil 20-ci ayəsinə. Burada şagirdləri görürük ki, gölün ortasında külək əlində əsirdirlər və İsa su üzündə yeriyərək onların yanına gəlir və onlara deyir, mənəm, qorxmayın. Və o zaman ki, istəyirlər onu qayığa alsınlar, qayıq getdikləri yerə yetişir. Baxın, burada İsa'nın bu mənəm sözü adi və normal bir söz deyildi. Əgər bu sözü hərfi tərcümə etsək, mənası bu olur. Mən varam. İsa eləyə bilərdi, mənəm sözü üçün başqa bir kəlmədən istifadə etsin. Lakin bütün bu iddialarında əmdi bir şəkildə mən varam sözündən istifadə edir. Bu söz bütün Yəhud xalqına aşınan bir söz idi. Onlar Ətiq Əhddən yaxşı bilirdilər ki, Musa o yanan botanın yanında tarı ilə danışanda tarı özünü ona nə adla tanıdır? Musa tarıdan soruşur, indi ki məni bu xalqın yanına göndərirsən, əgər məndən soruşsalar ki, səni kim göndərib, onlara nə cavab verim? Və tarı ona deyir, get onlara de ki, Əhiyyə məni sizin yanınıza göndərib. Əhiyyə sözü İbrani dilində, yəni varam. İsa o küləyin arasında suyun üstündə durarkən onlara belə bir qüdrətli sözü deyir. Mənəm, sonrası da əlavə edir, qorxmayın. Yuhanna bütün bu yazdıqlarını onun üçün yazır ki, biz İsa'nın doğrudan kim olduğunu görək. Və bu İncildə görürük ki, İsa zat və mahiyyəti dəyişməyə qüdrəti var, məsafəyə qüdrəti var, pis ruhların üstünə qüdrəti var, təbii qüvvələrinin üstünə qüdrəti var, hətta ölümün də üstünə qüdrəti var.
O zaman ki İsa'nın belə bir iqtidara sahib olduğunu düşünürük, lap əvvəl qorxu və dəhşət bizdən çıxıb gedir. Bəlkə sizlərdən bəziləriz də ki, indi mənim bu sözlərimə qulaq asırsınız, həyatın cürbəcür müşkülləri səbəbindən ürəyizə qorxu oturub. Elə indi İsa'nın bu qüvvəti, bu iqtidarı barədə düşünün. O, əlif və yadır. Başlanış və axırdır. Birinci və axırıncıdır. Bütün iqtidar onun əlindədir. Əgər sizi qorxudan şeydən gözlərinizi qaldırıb İsa'ya və onun qüdrətinə dikəsiniz, görərsiniz ki, qorxu və dəhşət necə sizdən çıxıb gedir. Buna görə də İsa qayığa yaxınlaşanda bu mənəm sözü ilə ancaq öz hüzurunu elan etmirdi, iqtidar və qüdrətini də elan edirdi. Qoyun indi Yuhanna rəvayət etmiş İncilin 8-ci fəsilinə gedək. İsa burada onunla müxalif olan bir iddə ilə söhbət edir və 23-cü ayədə onlara belə deyir. Siz aşağıdansınız, mən yuxarıdanam. Siz bu dünyadansınız, mən bu dünyadan deyiləm. Bundan ötürü sizə dedim ki, günahlarınızın altında öləcəksiniz. Çünki əgər dediyim adam olduğuma inanmayasınız, günahlarınızın altında öləcəksiniz. Burada İsa onlara demişdi ki, varamdır. Və indi onlara təkid edir ki, əgər onun varam olduğuna inanmayalar, günahlarının altında öləcəklər. Mətn burada belə davam verir. O vaxt ondan soruşdular, sən kimsən? İsa onlara dedi, mən həmin oyam ki, əvvəldən sizə deyirəm. Sizin haqqınızda deyəcək və hökm edəcək çox şeylərim var. Amma məni göndərən haqdır və mən ondan eşitdiklərimi dünyaya deyirəm. Onlar anlamadılar ki, İsa bu sözləri atanın barəsində deyirdi. Ondan ötürü İsa dedi, İnsan oğlunu qaldırandan sonra biləcəksiniz ki, mən oyam. Ki, yenə elə o varam sözünə qayıdır. İsa burada varam sözündən istifadə edərkən öz ilahi kimliyini göz qabağına qoyur və uluhiyyət sahibi olduğunu iddia edir. İsa burada özünü Tanrıya tay edir və onlara deyir ki, əgər onun varam olduğuna inanmasalar, Tanrının hüzurunda deməyə artıq heç sözləri qalmayacaq və günahlarının altında öləcəklər. Və görün, İsa'nın bu sözlərinin nəticəsi nə olur? Mətnin 30-cu ayəsi belə deyir ki, bu sözlər deyən zaman çox adam ona iman gətirdi. İsa burada onlara demişdi ki, onun bu sözünü anlamayacaqlar, məgər o zamanacaq ki, İsa çarmıx üstünə çəkilir. Bəli, bu çox da doğrudur. Biz Tanrını İsa'da görməyəcəyik, məgər bu ki, onun çarmıxına baxaq və görək ki, necə Tanrı İsa'da insanın günahını insanın üstündən qaldırır və dünyanı özü ilə barışa gətirir. Biz ancaq bu zaman İsa'nın doğrudan kim olduğunu dərk edə bilərik. İsa buyurur, varam mənəm. Və bu, həm Tanrıya tay olmaqdır, həm də onun bütün qüdrətinə sahib olmaq. İndi gəlin Yuhannanın 18-ci fəsilinə gedək. Onun 4-cü, 5-ci və 6-cı ayəsinə.
Burada İsa Getsimani bağındadır. Yahuda da bir iddia ilə ki, əskər idilər, gəlib ki, İsa'nı yaxalasın. İsa başına gələcək hər şey bilərək, qabağa gəlib, onlara belə dedi. Kimi axtarırsınız? Onlar cavab verdilər, Nasirəli İsa'nı. İsa onlara dedi, mənəm. Ona xəyanət edən Yahuda da onlarla durmuşdu. İsa mənəm dediyi vaxt, onlar geri çəkilib, yerə yıxıldılar. Burada gərək özümüzdən soruşaq, İsa özünü tanıdanda, axı bu adamlar niyə yerə yıxıldılar? Çünki bu mənəm sözü addi bir söz deyildi. Həmən varam sözü idi ki, onda Tanrının bütün qüvvət və şövkəti var idi. Onlar bu iqtidar, bu şövkətin qabağında dəhşətdən yerə yıxıldılar. İndi gəlin Mərqos yazdığı İncilin 14-cü fəslinə gedək. Burada İsa'nı əl-qolu bağlı Yahud xalqının məhkəməsinə gətiriblər və baş kahin onu sorğuya çəkir. 61-ci ayədə belə oxuyuruq. Baş kahin yenə ondan soruşub dedi, aya sən mütəbarək Tanrının oğlu Məsihsən? İsa dedi, mənəm və siz insan oğlunu görəcəksiniz ki, qadir olanın sağında oturub buludlar arasında gəlir. Baş kahin paltarını cırıb dedi, daha şahidlərə nə ehtiyacımız var, küfrünü eşitdiniz, siz nə deyirsiniz? Bu sözdə yenə də İsa, Yahud xalqının alimləri qabağında elan edir ki, uluhiyyət sahibidir. Çünki baş kahin bunu eşidən an paltarını cırıb deyir, daha heç şahidə ehtiyacımız yoxdur, küfrünü aşkar aydın eşitdiniz. Bəli, o zaman ki İsa mənəm deyir, şövkət sahibi olduğunu, qüdrət sahibi olduğunu, uluhiyyət sahibi olduğunu, Tanrı ilə tay olduğunu elan edir. Və buna görə də ona küfr ittihamı vurulur. Ama aya İsa doğrudan varam idi? Gəlin təkrar Yuhannanın yazdığı İncilə dönək. Onun 8-ci fəsilinə. Burada İsa yenə Yahud xalqı və onların alimləri ilə mübahisə edir və söhbət Həzrəti İbrahimə çəkilir. Burada İsa onlara belə deyir. Atanız İbrahim mənim günümü görəcəyi üçün şad oldu. O bu günü gördü və sevindi. Yahudilər ona dedilər, sənin hələ 50 yaşın yoxdur, İbrahimi görübsən? İsa onlara dedi, doğrusunu sizə deyirəm, İbrahim olmamışdan mən varam. Bu sözü eşidən vaxt Yahudilər onu daşlamaq üçün daşlar götürdülər. Onlar onun üçün daş ələ aldılar. Çünki İsa onlara deyirdi ki, İbrahim olmamışdan da o varamdır. Burada İsa açıqca həm uluhiyyət sahibi olduğunu göstərir, həm də əbədi olduğunu. Buna görə də onlar çalışırlar ki, onu öldürsünlər.
Bu yüzden də İsa'nın bütün bu iddialarına baxanda, əzizlərim, bilin ki, İsa onların hamısında şövkət, iqtidar və uluhiyyət sahibi olduğunu iddia edir. Yahud xalqı İsa'nın bu sözünü yaxşı dərk edirdi. Necə ki dediyimdə, Tanrı Musanı göndərən zaman ona belə demişdi. Çıxış kitabının 3-cü fəsil 13-cü ayəsindən. Musa Tanrıya dedi, bax, İsrail övladlarının yanına gedirəm və onlara deyəcəyəm, məni sizin yanınıza atalarınızın Tanrısı göndərib. O vaxt məndən soruşa bilərlər, onun adı nədir? O vaxt nə deyəcəyəm? Tanrı Musaya dedi, mən varam ki varam. Varam ki varam. Hətta Yəhova adı da ki, Tanrı özünü onunla İbrahimə tanıdır, elə bu kəlmə ilə həm mənadır. Varam ki varam. Yəhova deyir ki, mən varam, əbədiyəm, bütün şövkət və qüdrət məndədir. Mənim kimi əsla yoxdur. Ona görə də onlara de ki, Yəhova məni sizin yanınıza göndərib. O Tanrı ki, siz əsla onu tanıya bilməzsiniz, məgər bu ki, o özünü sizə tanıtsın. Buna görə də İsa o zaman ki, özünü varam ki varam tanıdır, ancaq bunun cavabında bizdə bir cavab qalır. O da bu ki, bu varamın qabağında dizə düşüb onu pərəstiş edək. İndi gəlin əlif və yaya gedək. Başlanış və axıra. O zaman ki, İsa deyir, başlanış odur, bunu açıqlayır ki, bu xilqətin səbəb və baisi o özüdür. Bilirsiniz ki, dünyamıza illət məlul qanunu hökm edir. Hər məlulun illəti var və bunlar zəncir kimi bir-birlərinə bağlıdırlar. Ona görə də, əgər zəncirin axırından tutub əvvəlinci halqasına gələk, o ilk illətə yetişəcək ki, özü əsla heç şeyin məlulu olmayıb. Ancaq illətdir. Elm sahibləri bu illət haqqında zorluq çəkirlər, çünki belə bir illəti heç formula, heç teoriya, heç düşüncəyə sığdıra bilmirlər. İmtihana da çəkə bilmirlər. O, bütün xilqətin başlanışı və bu yaradılışda xəlq olmuş bütün intizam və qanunlara da hökm edən elə o özüdür. Alfa demək, əlif demək, başlanış demək, yəni bu. Bundan əlavə, bu əvvəl ya da başlanış sözü buna işarə edir ki, ondan başqası əvvəl ya da başlanış ola bilməz. Və omega ya da axırıncı demək, yəni bu ki, hər şeyin amac və məqsədi odur və hər şey nəhayət onun tərəfinə gedir. Və bu da ki, hər şeyə axır qoyan da elə o özüdür. İsa'dır ki, dünyanın axırını qoyacaq. İsa'dır ki, dünyanın prizini çəkəcək. Orada hər şey artıq dayanacaq və İsa hər şeyi axır gətirəcək. İsa alfa və omegadır. Yaradılışın baisi və onun axır və sonu. Buna görə də gəlin İsa'nın huzurunda dizə düşüb onu pərəstiş edək.
birinci sevgisi sensen. Ne yaxşı sen varsan əziz Allah'ım, hayat yolumun çırağısan sen. Şükür olsun sana Tanrım, dünyanın hılası Tanrım. Benim mehriban Allah'ım, şükür olsun sana Tanrım. Adımım yollarım seninle olsun, hayatın menası anlamısan sen. Bütün dünya senin adınla olsun, gözümün nuru ışığısan sen. Şükür olsun sana Tanrım, dünyanın hılası Tanrım. Benim mehriban Allah'ım, şükür olsun sana